Təbii ki, bu Yaşad Fondunun gördüyü ilk və sonuncu iş deyil. Neçə bax belə işlərdən danışmaq olar. Elə bu haqda bizə daha ətraflı Yaşad Fondunun nümayəndəsi Nuranə Babayeva danışacaq. Sabahınız xeyir olsun. Necəsiniz? Nuranə xanım, xoş gəlmişsiniz. Sabahınız xeyir olsun. Sabahınız xeyir olsun. Təbrik edirik 3 yaşınızı. Çox sağ olun, çox təşəkkür edirəm. Elə sizinlə birlikdə mən də bizi izləyən tamaşaçıları salamlayıram. Günləri uğurlu olsun. Çox sağ olun dəvətinizə görə. Yaşad Fondunu əslində ayrıca bir qurum, ayrıca bir belə fond kimi təsəvvür eləmək olmur da. Sanki hamımızın içdən bir ünsiyyət var da, bir səmimiyyət var. Bir həmrəyliyimizin göstəricisidir. Hamı nəsə eləmək istəyir, hamı qatqıda olmaq istəyir və bu çox xoş hisslərdir. Çünki göstərdiyimiz kömək bilirik hara ünvanlanıb və nə üçün ünvanlanıb. Çox düzgün vurğuladınız. Niyə özünüzki kimi hiss edirsiniz? Çünki Yaşad Fondu adının ətrafında Yaşad Fondu adı altında Azərbaycan xalqının həmrəylik platformasıdır. Yaşad Fondu ölkə başçısının 2020-ci il məhz bugün 8 dekabr tarixli fərmanı ilə təsis olundu. Yaşad Fondu bilirsiniz ki, ASAN modelinin daxilində fəaliyyət göstərir. ASANda olduğu kimi əsas məqsəd nədir? Vətəndaşın məmnunluğu və yüksək səviyyədə onlara xidmət göstərilməsidir. Onun heç bir süründürməçiliyə yol verilməməsidir. Yaşad təsis olunanda 4 fəaliyyət istiqaməti qeyd olunub qanunvericiliklə ki, biz hansı istiqamətlərdə dəstək oluruq? Bu, məişət şəraitinin yaxşılaşdırılmasıdır, istehlak kreditləri və borc öhdəlikləridir. Üçüncü istiqamətimiz təbii ki, müalicə və psixoloji dəstək xidməti idi. Həmçinin ən əsas istiqamətlərimizdən biri məhz təhsil, peşə yaradıcılıq və bu istiqamətdir ki, biz dəstək oluruq. Subyektlərimiz kimlərdir? Bəzən insanlarda sual yaranır ki, siz filan kəsə dəstək olmuşsunuz və yaxud ev vermişsiniz. Biz ev verən qurum deyilik, biz avtomobillə təmin edən qurum deyilik, biz dövlətin şəhid ailəsi üzvlərinə, şəhid ailəsi statusunu daşıyan şəxslərə və müharibə əlillərinə göstərdiyi dəstəyə əlavə dəstək vermək məqsədi ilə yaradılmışıq və Yaşad Fondunun bildiyiniz kimi maliyyələşdiyi konkret bir mənbə yoxdur. Yaşad Fondunun maliyyəsinin mənbəyi Azərbaycan xalqıdır. Azərbaycan xalqının könüllü şəkildə etdiyi iyanələrdir ki, burada həm fiziki şəxslərdir, həm hüquqi şəxslərdir, həm təqaüdçülərdir. Bir sözlə, kimin qəlbindən nə qopursa, necə dəstək olmaq istəyirsə, o formada fonda dəstək olur və biz də insanların ödədiyi hər bir manatın hesabatını verməyə özümüzü borclu hesab edirik və yenə də deyirəm ki, bugün çox həyəcanlı bir gündür. Çünki il ərzində biz hər zaman mediaya açığıq. Onlar da sağ olsunlar ki, fondun çalışdığı həssas kateqoriyanı nəzərə alaraq heç bir məlumatı bizlə dəqiqləşdirməmiş yayımlamırlar və çox vacibdir. Bəli, vacibdir və çünki bizim hesabatlılıq da o qədər şəffaf və açıqdır ki, monitor arxasından özünüz istədiyiniz şəhidin və yaxud müharibə əlinin ad soyadını yazmaqla ona göstərilən dəstəyi görə bilirsiniz fondun hesabatlılıq və adlı siyahı bölməsində. Orada biz hətta çeklərə qədər, qəbzlərə qədər, üzr istəyirəm, yerləşdirmişik, videolara qədər yerləşdirmişik ki, ödənişlər hansı formada olunub və insanlar Yaşad Fonduna ona görə bu qədər içdən inanırlar ki, biz onların hər birinə auditor rolunda çıxış etməyə imkan yaratmışıq ki, pulu ödəyən siz, hesabatı da məhz elə siz çox açıq, şəffaf şəkildə sayt üzərindən izləyə bilərsiniz. Çox doğru vurğuladınız. Müharibə əlillər neçə dostumuz var ki, onlar özləri vurğulayıblar ki, Yaşad Fondunun dəstəyi ilə mən müalicə aldım, mən bu işi görə bildim. Yəni, söhbət onu olan dəstəkdən gedir. O qədər şəffafdır ki, rahatlıqla hər bir Azərbaycan vətəndaşı kənardan da bunu izləyə bilər. Ümumiyyətlə, müraciət forması necədir Nuranə xanım? Niyə? Çünki müraciət etmək istəyənlər olur, o dəstəyi almaq istəyənlər. Hər iki tərəfli, iyanə və dəstək. Bu proses necə reallaşdırılır? Gəlin istəyirsiniz, birinci müraciətə keçək ki, indiyənə qədər biz 43 mindən çox müraciəti reallaşdırmışıq. Ümumilikdə müraciət sayı 200 mindən çoxdur. Təbii ki, bu bir insanın bir neçə müraciəti ola bilir. İstər sosial media üzərindən ki, səhifələrimiz çox aktivdir, sosial media hesabları üzərindən. Yaşad.gov.az rəsmi internet saytımızdan və yaxud 8110 çağrı mərkəzimiz fəaliyyət göstərir ki, istənilən mobil operatorlardan
tam ödənişsizdir zənglər, ora müraciət edə bilərlər və yaxud məlumat ala bilərlər və digər bir məsələ. İyanələrdən danışsaq, yenə bizim fəaliyyət göstərən 8110 nömrəmiz, bu da təsadüf seçilməyib. Yəni 8-i olan zəfərimizə həsr olunub. Noyabrın 8-nə həsr olunduğu üçün bu nömrə də bu cür təsis olunub və 8110 qısa nömrəsinə SMS, müvafiq rəqəmləri yazmaqla ən sadə iyanə metodu odur ki, iyanə edə bilirsiniz istədiyiniz mobil operatorlardan. Eyni zamanda ödəmə terminalları vasitəsilə orada yaşat bölməsini seçərək iyanə edə bilirsiniz. Bank rekvizitləri var ki, dünyanın istənilən ölkəsindən, istənilən valyuta hesabından ödəniş edə bilirlər. Həmçinin ən gözəl və rahat metodlardan biri təbii ki, Yaşat.gov.az rəsmi səhifəsindən etməkdir. Çünki siz bu zaman həm də yaşat sertifikatını əldə edə bilirsiniz. Son dövrlər məncə bu cür mənəvi hədiyyələrə də ehtiyac yaranıb. Əzizlərimizə, sevdiklərimizə, bizə doğma olan insanlara ürək rahatlığı ilə onların adından iyanə edərək həm onlara sertifikat verirsiniz, həm də həmin hədiyyə vasitəsilə bilirlər ki, o iyanə ilə hansısa bir şəhidin övladının təhsilinə dəstək oldular və yaxud hansı bir ağır yaralımızın dərman vasitəsinin alınmasına kömək oldular bu şəkildə. Xeyli müraciətlər var dediniz ki, bizim yəqin ki, şəhidlərimizin ailələri tərəfindən eyni zamanda təhsil məsələlərinə də bildik ki, siz yeri ayırırsınız. Bununla bağlı da biraz danışaq. Təhsil məsələləri məktəbdən başlayaq. Elə bizim 100-dən çox uşağımız var ki, özəl təhsil müəssisələrində təhsil alırlar. O da yenə yaşat olaraq biz bunun sırf maliyyə tərəfini ödəyən tərəfi. Əgər uşaq gedib, imtahan verib, istənilən özəl və yüksək ballı məktəbə hətta daxil olubsa, biz o məktəbin ödənişini qarşılayırıq və yaşat olaraq bir çox özəl təhsil müəssisələrindən kvota yerləri də almışıq ki, orada bizim şəhidlərimizin əmanətləri təhsil ala bilirlər. Eyni zamanda ilk dəfə tələbə adını qazanan şəxslərə, burada təkcə şəhid ailəsi üzvü statusunu daşıyanlar deyil, eyni zamanda müharibə əlilləri də var ki, təcrübə göstərir ki, onlara da biz təsis olunmuş bir dəfəlik mükafat var ki, ilk dəfə tələbə adını qazanıb 2000 manat mükafat təqdim olunur. 2023-cü ildə isə ilk dəfə biz yaşat təqaüdünü təsis etdik. Bu da, bəli, müharibə əlili Cavid Əliyevin ABŞ-ın Minnesota Universitetinə qəbul olmağı ilə bağlı idi ki, biz ona aylıq $1500 məbləğində təqaüd təsis etmişik ki, o bu cür yüksək balından belə bir universitetə qəbul olub və yaşat təqaüdünü təhsili boyunca almağa davam edəcək. Həqiqətən də böyük işlər görülür. O qədər böyükdür ki, bizi təbii ki olan hər bir nəzər sala bilməyəcək. Amma bir mövzunda danışaq ki, fərdi dəstəkdə yanaşı sizin kütləvi tədbirləriniz olur. Hətta şəhid ailələrinin övladlarının yay düşərgələrini təşkil edirsiniz. Yayda mən sizi izləyirdim. Neçə maraqlılar. O qədər gözəl keçir ki, insan istəyir ki, o qoşulsun və sizlə bərabər o proseslərdə yaxından iştirak eləsin. Həqiqətən o layihələrdən də danışaq. Layihələri sizə inandıraq ki, biz həmən layihələr üçün fondun heç bir vəsaitinə toxunmadan bu layihələri həyata keçiririk. Bəli, sponsorlar çox sağ olsunlar ki, onlar da həssas yanaşırlar, bilirlər ki, yayda artıq özləri aktivləşirlər ki, şəhid övladları üçün bu ildə gözəl bir layihə edək. Artıq 3 ildir biz ardıcıl yaşat düşərgəsi, neftçilik yay düşərgəsi, idman düşərgələri, qış düşərgəsi edirik. Amma 2023 bizim üçün məhsuldar il oldu ona görə ki, avqust ayında düşünün, uşaqlarımızın 400-ə yaxını Şamaxıda yay tətilini keçirdi. Bir qismi eyni avqust ayında Almaniyanın Frankfurt şəhərində oldular. Eyni zamanda, bəli, digər eyni anda 3 ölkədə layihəmiz davam edirdi. Digər uşaqlarımız isə İstanbuldaydılar. Bunlar da, məsələn, Almaniyaya yolladığımız uşaqlar... Universitetlərdə səhv eləmirəmsə keçirdilər hansısa. Biz bununla bağlı görüşmüşdük çünki dostlarımızla. Uşaqlarımız, məsələn, Almaniyaya gedənlər Dövlət İmtahan Mərkəzi tərəfindən bizə təqdim olunan bir siyahı var idi ki, biz bilmək istədik ki, bu il hansı uşaqlar 9-cu sinif buraxılış imtahanını ən yüksək balla keçiblər. Məlum olan ilk onluğun siyahısını verdilər və biz o 10 uşağa daha da motivasiya olsun deyə belə bir proqram hazırladıq. 2 həftə həm öyrəndilər, həm Almaniyada, eyni zamanda Lüksemburqda oldular, gəzdilər, Avropa mədəniyyəti ilə də tanış oldular. Digər qrup isə 15 nəfər şəhidlərimizin oğul övladları idi ki, İstanbula göndərdi. Onlar da oranın
orada. Eyni zamanda Canaqqalada oldular. Tarixi əhəmiyyətli proseslər var idi orada, yürüşlər var idi, qoşulmuşdular və onlara qarşı böyük sevgi, diqqət var idi ki, bu da bizi çox sevindirir. Onlar bizim Sevgi əmanətlərimizdir. Bəli, Abbas ağa, sevgi mütləqdir. Birinci sevgini ötürməyə çalışırıq həmişə istənilən işdə. Amma sonrası da təbii ki, bu maddi məsələlərdir ki, bizim xalqımız sağ olsun. Azərbaycan xalqı doğrudan da çox bir xalqdır. O həmrəyliyi biz həmişə hiss edə bilirik. Birlik müharibə zamanı canlı şahidi oldu əlbəttə ki. O 44 gün ərzində biz nələr görmədik və hələ də davam edir. Arzu eləyənlər, ianə eləmək istəyənlər üçün vasitələr, müxtəlif vasitələr var. SMS vasitəsilə ianə eləyə bilərsiniz. Birbaşa sayta daxil olaraq siz ianə eləsəz, həm də sertifikat əldə eləmiş olursunuz. Təkrarda 8110 ora SMS yollar və hazırda baxın, ekranda da görürsünüz, çağrı mərkəzidir həm də. Bəli, müvafiq rəqəmi yaza bilərlər. 3, 5, 10, 50 yaza bilərlər eyni zamanda sayt vasitəsilə və qeyd edim ki, bu ianələrdən toplanan məbləğlər həm də bilirsiniz ki, müharibədən sonra artıq 2023-cü ilin antiterror əməliyyatlarından sonraki statistikaya da nəzər yetirsək, 111 şəhid övladı dünyaya gəlib və o körpələrin hər birinin hesabına, adına depozit hesabları açılıb, ora 5000 manat yerləşdirilib ki, onlar 18 yaşına çatandan sonra həmən məbləği faizləri ilə birlikdə alıb sərbəst deyək ki, həyata atıla bilsinlər. Eyni zamanda həmin layihə çərçivəsində biz körpənin yaranan xərcləri üçün də əlavə olaraq 1000 manat dəyərində bir vəsait ayırırıq ki, onun həmən müddətdə yarana biləcəyi xərclərini qarşılasın. Qeyd etdiyiniz kimi, Yaşat fondu Azərbaycan xalqının birliyinin bariz nümunəsidir və biz bu birliyi davam etdirmək üçün təbii ki, ianələr etməliyik və ianələr olduqca bu dəstəklər də təbii ki, davam edəcək. Nə yaxşı ki, həqiqətində Yaşat fondu var. Çünki bir müddət bundan öncə bir axtarışdaydı hər kəs ki, bir fond olsun, bir mərkəz olsun, ora köçürülsün bütün ianələr. Yəni ayrı-ayrı fərdlərdə olmasın bu proses. Təşəkkür edirik sizə. Nə xoş ki, Yaşat fondu var, nə xoş ki, Yaşat fonda çalışanların sevgisi var. O sevginiz inanın ki, kənardan böyük sevgi ilə də duyulmaqdadır. Həqiqətən sizə böyük minnətdarlığımızı bildirik hər bir əməkdaşınıza. Nuranə Babayeva, Yaşat fondunun nümayəndəsi bizimlə bərabər idi. Yaşat fondu ilə yaşatmağa davam edirik. Çox sağ olun. Bir daha təbriklər sizə və sizinlə çalışan hər kəsə. Mən də sizə təşəkkürümü bildirirəm. Eyni zamanda İctimai Televiziya bizim media dəstəyimizi hər zaman görür. Sizin də əməkdaşlarınıza bu cür can könüldən bizə dəstək olduqlarına görə minnətdarlığımı çox təşəkkür edirik.